Sabahınız xeyir, gününüz inşallah ki uğurlu olsun. Bilirsiniz ki bir neçə gün öncə mənim dəyərlim Salih xanımın verilişindəydim Xəzər televiziyasında. Və orada belə bir nüans yarandı ki, və belə bir söz yarandı ki, güyam ki, Türkan xanım Vəlizadə, mənim dəyərlim, efirdə olan xanımlarla, ümumiyyətlə gələn efirə olan xanımlarla tək çıxır, yəni heç vaxt xanımlarla bərabər çıxmır. Deməli, dünənləri Türkan bu müsahibəmdən sonra mənə zəng çaldı və bildirdi ki, Zemfira xanım, öncəliklə bunu deyim ki, mənim Türkanla həqiqətən çox böyük bir-birimizə sayğımız, sevgimiz, hər zaman bir-birimizə hörmətlə yanaşmışıq. Baxmayaraq ki, Türkan bir neçə bayram məndən balacadır, amma hər zaman mənim bir böyük kimi, bir yaxın kimi, bir bacı kimi həmişə ümumiyyətlə yaxın münasibətimiz olub. Bəli, zəng çaldı, söylədi ki, Zema, əsla və əsla sən olan ümumiyyətlə efirlərdə həmişə mən şad olaram. Fəxr eləyərəm ki, səndən bərabər eyni efirə çıxıram. Mənim sənin sənəti və şəxsiyyəti və bir xanımlığı böyük bir hörmətin var. Sən bizim üçün sənətkar xanımsan. Bu yanlış bir şeydir. Mən sənin adını ümumiyyətlə çəkməmişəm və məlum oldu ki, həqiqətən də Türkan xanım mənə deməyib. Söyləyibdir ki, bəli, mən bir tək Pərviz Bülbülə ilə meyxanaçı, yəni dostumuz, onunla efirə çıxıram. Heç bir meyxanaçı ilə heç bir pis münasibətim yoxdur. Hamısına böyük sayğım, sevgim var. Sadəcə olaraq bu mənim üçün bir qanundur və belə bir özüm üçün, yəni özüm belə istəyirəm ki, bir tək Pərvizlə efirə çıxıram. Meyxanaçı dostlarımızla bərabər. Sənə aid olmayan bir söhbətdir. Həqiqətən mən səni çox istəyirəm. Mən ümumiyyətlə səndən heç bir problemim yoxdur. Və həqiqətən Türkanın mənə zəng çalmağı, mənə telefon açmağı məni çox xoş etdi. Çünki yenə də söyləyirəm, bizim illərə söykəniləcək bir münasibətimiz, bir bağımız var. Bu sənətdən də əlavə bir dostluğumuz var. Həqiqətən çox qırılmışdım, çox qəlbim incimişdi. Nə yaxşı ki, Türkan mənə özü zəng elədi və söylədi həqiqətən ki, Sema, əsla mən sənə qarşı bu hörmətsizliyi etmərəm. Mən ümumi öz yaşlılarımın arasında, yəni xanım ifaçıların arasında ümumi xanımlarla bərabər heç vaxt istəmirəm ki, efirə çıxam. Çünki qalmaqallar, söz-söhbətlər, mən artıq sənətimi genişləndirmək istəyirəm, başqa cürə təqdim eləmək istəyirəm. Bu da mənim üçün həqiqətən xoş oldu. Çünki insan dəyişər, inkişaf edir. Öpürəm səni, Türkanım. Yəni ki, nə yaxşı ki, sən mənə zəng çaldın və bu məsələyə bir aydınlıq gətirdik. Var olun, bu arada dostlar, Yalçın Oğur'un verilişini izləyin.